Salam, hər vaxtınız xeyir dəyərli tələbələr. Bugün sizinlə birlikdə deməli yeni bir mövzu üzərində qarşınızdayıq. Bugünkü mövzumuz olacaq elektromaqnit rəqslər. Deməli İlk öncəliklə deməli bu mövzu içərisində hansı nüanslara toxunacağıq? İlk öncəliklə xatırlayırsınızsa, biz daha əvvəlki mövzu izahlarında mexaniki rəqsləri anlatmışdıq. Mexaniki rəqslərdə olan kəmiyyətlər nətər ki, məsəl üçün maksimum amplitud qiymətlərində və ya minimum amplitud qiymətlərində necə ki, deməli potensial enerji və ya kinetik enerji növbə ilə artır azalır. Yəni bizim 2 dənə səbətimiz vardı. Onlardan ən əsas olaraq biz deməli həm potensial, həm də deməli kinetik enerjiləri nəzərdə tutmuşduq. Deməli bəzi nöqtələrdə kinetikin üstünlüyü, bəzi nöqtələrdə deməli potensialın üstünlüyünə baxmışdıq. Və bu gün isə deməli necə ki burada artıb azalan kəmiyyətlərə baxdıqsa mexaniki rəqslərdə, elektromaqnit rəqslərində də eyni nəzəriyyəyə baxacağıq. Birinci başlığımız rəqs kontoru olacaq. Deməli, rəqs kontoru ilk öncəliklə nədir? Onu bir deməli çəkmək istəyirəm. Deməli, bu deməli rəqs kontoru sarğacdan və deməli kondensatordan və ya belə də deyirlər, sarğacdan və rəqs deməli konturundan ibarət sistem buna rəqs kontoru deyilir. Rəqs konturunu əsasən biz əsas olaraq burada sarğacdan nəzərdə tuturuq və ya deyirlər ki, sarğacdan və deməli kondensatordan ibarət olan sistemə deyilir. Yəni ilk olaraq deməli bu hissədə kondensatorun deməli lövhələr arasında müəyyən bir miqdar deməli yığılacaq, deməli cəryan yığılacaq və bu cəryan maksimum olanda, bu cəryanın maksimum halında sarğac sıfır olacaq. Yəni sarğacda heç bir deməli maqnit induksiyası olmayacaq. Yəni burada da deməli elə bir hal var ki, elektrikin maksimum, sarğacın isə minimum halına baxacağıq və bu hala deməli çevrənin hissələri kimi izləyəcəyik. Bu hissəyə də deməli deyəcəyik kondensator. Kondensator olan hissəyə biz deyəcəyik elektrik hissəsi, sarğac olan hissəsinə deyəcəyik isə maqnit hissəsi. Deməli və burada rəqs konturunda müxtəlif hallar var. Müxtəlif hallarda deməli biz bunu necə ki mexaniki rəqslərdə 2 deməli hissəyə ayırmışdıq. Burada da 2 deməli səbətə ayıracağıq. Həm deməli bura olacaq elektrik səbəti, bura olacaq maqnit səbəti və bunlar deməli ardınca necə ki mexaniki rəqslərdə müəyyən bir halda deməli bir səbət sıfır olur ancaq, bir səbət maksimum olur. Eynən də burada da bir səbət sıfır olanda bir səbət maksimum olacaq. İndi gəlin bu hallara baxaq. İlk halımız. Deməli t bərabər 0 anında. Deməli t bərabər 0 anında bu sarğac olsun deyək ki, sarğac anında t bərabər 0 anında həm ki deməli bütün deməli elektrikin bütün kəmiyyətləri maksimum olur. Yəni burada Q öyrənəcəyik. Q maksimum olur, gərginlik maksimum olur və elektrik sahəsinin enerjisi maksimum olur və maqnitə aid bütün nə varsa deməli cəryan şiddəti, maqnit seli və maqnit sahəsinin enerjisi hamısı 0 olacaq. İndi gələk ikinci hala. İkinci hala t bərabərdir periodun deməli 4/1 hissəsinə. Burada da eyni bir dənə sarğac çəkək. Tamam, bu hissəsini birləşdirdik. Biraz yaxşı birləşdirək. İndi bu hissədən deməli ilk öncələ baxdıq ki, Q'lər gördük ki, Q'lər maksimum olur. Yəni daha doğrusu maqnit səbəti 0 olur, və elektrik səbəti isə deməli maksimum olur. İndi isə burada deməli ilk öncələ maqnit 0 oldu. İndi burada deməli elektrikə aid bütün kəmiyyətdə 0 olacaq. Və burada maqnitlər maksimum olacaq. I bərabər olacaq maksimum.
deməli maqnit seli bərabər olacaq maksimum və həmçinin maqnit sahəsinin enerjisi də olacaq maksimum. Bu ikinci hal. İndi keçək deməli üçüncü hala t bərabərdir bir periodun yarısına. Bu zaman deməli bir dənə də belə sarğac çəkək. Deməli bu hissədə deməli ardıcılda görürsüz ki, ardıcılda deməli bunu iki səbət halında alın. Elə ki, bura birinci səbət, bura ikinci səbət. Biri maksimum olanda biri minimum olur. Biri maksimum olanda biri də minimum olur. Yəni burada da eynən deməli Q olacaq maksimum, U olacaq maksimum və elektrik sahəsinin enerjisi də olacaq maksimum. Və maqnitdə aid bütün kəmiyyətdə olacaq 0. Maqnit seli də olacaq 0. Deməli maqnit sahəsinin enerjisi də olacaq 0. Dördüncü halda da yenə deməli burada nəyə baxdıq? Burada deməli elektrik səbəti maksimum oldu. Dördüncüdə isə deməli t bərabərdir 3/4t. Deməli burada da maqnit ayında olanlar maksimum olacaq. Deməli burada Q olur 0, U olur 0, elektrik sahəsinin enerjisi olur 0. I olur maksimum. Maqnit seli olur maksimum və maqnit sahəsinin enerjisi də bərabər olacaq maksimum və sonuncu hala baxacağıq. T bərabərdir T-yə. Və yəni bir tam period artıq deməli oldu. Və bu hissədən sonra artıq baxmayacağıq. Çünki bizə bir tam period içərisində baş verən dəyişikliklərə baxacağıq. I olacaq 0, yenə fall. Maqnit seli olacaq 0, maqnit sahəsinin enerjisi də bərabər olacaq 0. Q olacaq maksimum, U olacaq maksimum, elektrik sahəsinin enerjisi olacaq deməli maksimum. Bu qədər. Yəni bunlara nəzərən o zaman belə bir nəzəriyyə çıxır ki, bizdə iki səbətə baxacağıq. Birinci səbət, ikinci səbət. Eynən mexaniki rəqslərdəki kimi. Birinci səbət Q, U və elektrik sahəsinin enerjisi, ikinci səbətdə I, deməli maqnit seli və maqnit sahəsinin enerjisi. Bunlar maksimum olanda bunlar 0 olur. Bunlar maksimum olanda bunlar 0 olur. Eynən buradakı hal kimi də deməli nəzər yetirə biləcəyik və bu səbətə deyəcəyik elektrik səbəti, bu səbətə deyəcəyik maqnit səbəti. Belə də yadda saxlaya bilərsiniz. Və buradan yükün tənliyi üçün biz nə yaza bilərik o zaman? Yükün deməli tənliyinə baxaq. Yükün tənliyi. Yükün tənliyi üçün yaza bilərik ki, Q bərabərdir maksimum qiymətinin deməli o kosinus qanunu ilə dəyişməsi. Burada deyirik ki, cərəyan şiddəti yükün deməli törəməsidir. O zaman burada I bərabər olacaq Q iştirinə, o da bərabər olacaq Q maksimum kosinus omega t-nin deməli olacaq törəməsi və buradan da olacaq Q maksimum deməli omega sinus omega t. Mənfi də atacaq bu hissəyə, buradan da mənfi gələcək və buradan olacaq I bərabərdir I maksimum, daha doğrusu mənfi I maksimum, mənfi I maksimum deməli sinus omega t. Və buradan da I maksimum bərabər olacaq Q maksimum omega. O zaman mən bu hal üçün deməli birləşdirərsəm əgər ki Q vurulsun, Q omeqadırsa, omeqanın yerinə yaza bilərəm 2 pi/t yaza bilərəm və ya daha sonra burada Q maksimumdur və Q maksimum bərabərdir vurulsun 2 pi nü yaza bilərəm bu hissə üçün. Aha. Bu hissədə baxdıqdan sonra gəlin bunların deməli hərəkətlərinə baxaq. Deməli Q-nün T-dən asılı bu qrafik necə olacaq? Q hansı qanunla dəyişir? Deməli o kosinus qanunu ilə dəyişir. O zaman deməli Q-nün bu qrafiki müəyyən bir qiymətdən başlayacaq. Yaxşı, bəs I hansı qanunla dəyişir? Sinus qanunları dəyişir. O zaman I mənfi olduğu üçün, çünki önündə mənfi var, mənfi olduğu üçün mənfi qanununa dəyişəcək. Və deməli buradan o zaman Q-nü yazdıqsa eyni deməli səbətin kombinentləri üçün Q madəm ki deməli o kosinus qanununa dəyişib, o zaman eyni səbətdə olan kəmiyyət də həmçinin eyni qanununa dəyişəcək. Və deməli elektrik sahəsinin enerjisinin zamana asılı qrafikinə baxarıq. Enerji də xatırlayırsınızsa, deməli
Cu deməli kvadratı bölünsün 2 və ya Q kvadratı bölünsün 2C düsturundan görürük ki, enerji mənfi ola bilmir bu hissədə. O zaman maqnit sahəsi üçün baxarsaq, maqnit sahəsi üçün sinus qaynıyla dəyişdiyi üçün maqnit seli də mənfi qiymət aldığı üçün, çünki bu hissədən mənfi qiymət alır həmçinin. Mənfi qiymət aldığı üçün həmçinin fol da mənfi qiymət alacaq və həmçinin maqnit sahəsinin enerjisi də deməli düsturu nədir? Fol kvadrat bölünsün 2L düsturundan görürük ki, sıfırdan başlayır, amma mənfi ola bilmir. Və burada deyirik ki, cəryan şiddəti yükü pi bölünsün 2 qədər öndəlik, yəni cəryan şiddətinin deməli koordinat zaman deməli cəryan şiddətinin zamandan asılı qrafiki Q, yəni yükü pi bölünsün 2 qədər öndəliyir. O zaman elektrik səbəti üçün bu deməli qrafiklər bura xas olaraq yazılır və deyilir ki, burada elektrik deməli elektrik komponentləri buradan bir qeyd kimi yazaq, qeyd. Deməli elektrikə aid olan komponentlər, yəni deməli Q-dur, U-dur və elektrik sahəsinin enerjisi bunlar deməli o kosinus qanununa dəyişir. Maqnitə aid olan deməli kəmiyyətlər, yəni idi, foldur, maqnit seli və maqnit sahəsinin enerjisi isə sinus qanunu ilə dəyişir. Bunu da yadda saxlamaq lazımdır. Və bu hissəni də yazdıqdan sonra burada bir tam enerjiyə baxmalıyıq. Madəm ki, burada həm elektrik, həm maqnit sahəsi üçün danışdıqsa, o zaman tam mexaniki enerji üçün elektrik sahəsinin enerjisi üzərinə gəlsin maqnit sahəsinin enerjisi və deməli tam mexaniki enerji düsturundan da öyrəndiyimiz kimi bura elektrik, bura maqnit yazacağıq və bu qrafikdə həmçinin belə olacaq və bu nöqtə deməli o tam enerji halı olmuş olacaq. Və bizə məsəl üçün sual verirlərsə, deməli buradakı hala uyğun olan x və y qiymətlərinə uyğun hallarını ya cəmləyəcəyik, ya da çıxacağıq, nəzəriyyə olaraqdan qeyd alacağıq. O zaman mən bu hissə üçün nə yaza bilərəm? Bu hissə ilə oynayaq birazlıq. Deməli, o tam enerjinin maqnit enerjiyə fərqi nəyə verəcək? Maqnit sahəsinin enerjisi. Yaxşı, bunu mən necə yaza bilərəm məsəl üçün? Maqnit sahəsinin enerjisini necə ala bilərəm? Mən maqnit kəmiyyətinə, məsəl üçün, deməli, o tam enerji üçün, necə ki, ayağına maqnit sahəsi və ya cəryan sahəsi üçün ayağına nətər ki, maksimum qiymət yazırdıqsa, burada da eynidir. Elektrik sahəsi üçün, məsəl üçün, C kvadrat bölünsün 2 yaza bilərəm. Buradan da alınır maqnit sahəsi və ya bunu, deməli, bu tam enerjiyi başqa cür baxın. Məsəl üçün, Q maksimum, U maksimum bölünsün 2. Çıxılsın Q kvadratı bölünsün 2C. Burada məsəl üçün deyə bilərsiniz ki, elektrikdən elektriki çıxanda heç nə alınmaz. Xeyr. Ayağında indeksində maksimum varsa, deməli bu tam enerjidir və deməli bu tam enerjidən deməli elektrik sahəsinin enerjisini çıxanda maqnit sahəsi alınır. Görürsünüz ki, yəni hər iki hal da eyni hala bərabərdir. Deməli keçək ikinci hissəmizə. İkinci hissə. O deməli o Thomson düsturu. İlk öncəliklə biz bir istisnala baxacağıq ki, bu istisna nədir? Elektrik sahəsinin maksimum qiyməti maqnit sahəsinin maksimum qiymətinə bərabər olarsa, o zaman məsəl üçün Q maksimum kvadratı bölünsün 2C bərabərdir L-I maksimum kvadratı bölünsün 2 düsturundan. Bu 2 düsturu seçməyimin səbəbi həll eləmək daha asan olsun. Birazcıq tənbəlliyə qaçdıq, amma ən yaxşı isbatı mən buradan göstərəcəm. Hər dərs bir isbat veririk, bugün də bir isbat verək. Deməli, biz cəryan üçün az öncə bir düstur tapdıq. Q maksimum omega tapmışdıq, xatırlayırsınızsa. O zaman gətirib bu 2 düsturu nəzərə alsaq, Q maksimum kvadratı bölünsün 2C bərabər olacaq nəyə burada?
L olacaq. Deməli L vurulsun 2 maksimum kvadratı omeqanın maksimum kvadratı bölünsün 2. 2 ilə iqtisar getdi. 2 maksimum deməli o kvadratlar getdi və omega kvadratı bərabər olacaq 1 bölünsün LC. Elə bil ki, bu düstur deməli bizdə mexanik reaksiyada tanıdıq ki, və omega bərabərdir kök altında 1 bölünsün LC düsturunu yazmış olacağıq. O zaman biz buradan deməli omega üçün nə ala bilərik? Omega üçün bir saniyə. Aha. Deməli o zaman biz omega üçün nə ala bilərik buradan? Omega bərabərdir nə idi? 2 pi bölünsün t deyildimi? O zaman mən buradan t-ni taparsam t bərabərdir 2 pi deməli 2 pi bir saniyə bölünsün omega yaza bilərəm. Omeganın yerinə nə yaza bilərəm buradan? Deməli buradan 1 bölünsün LC yaza bilərəm. Gətib yerinə qoyarsam 2 pi vurulsun. Bunu silək. Deməli kök altında çıxacaq yuxarı LC düsturunu almış olacağıq bu hissə üçün. Aha. Buna deyirlər o Thomson düsturu. Aha. İndi gəlin sizə maraqlı bir düstur da göstərim. Bu düstura həmçinin fərqli bir ad da deyirlər. Orta məktəbin ən böyük düsturu. Deməli biz o Thomson düsturu üçün nə aldıq? 2 pi kök altında LC almadıq mı? Yaxşı, mən burada burada nə idi? İnduktivlik deyildimi? Mən bura induktivlik yazım uzunluqlu səhv sayılması. İnduktivliyin aslı olduğu kəmiyyətlər göstərən bir düstur vardı. Hansı idi? Mü n vurulsun L0 düzdürmü? Yaxşı, buradakı bu C üçün mən nə yaza bilərəm? Deməli C bərabərdir epsilon 0 S bölünsün D yaza bilərəm. Və bu üçün də birləşdirsəm, o zaman t bərabərdir 2 pi vurulsun kök altında deməli buradan olacaq mü vurulsun n vurulsun L0 vurulsun epsilon 0 S bölünsün D. Bu düstura orta məktəbin ən böyük düsturu deyirik. Belə də yazırıq. Orta məktəbin ən böyük düsturu. Belə bir termində biz işlədirik. Və bu hissədən də bir deməli aslı olduqları bu qrafiki çəkərsək t period deməli müdən, n-dən, S0-dan, epsilondan və S-dən hamısından necə asılıdır? Kök altı asılıdır. Amma deməli lövhələr arasındakı məsafədən necə asılıdır? Təbii ki, tərs aslı olmuş olacaq. Və deməli burada biz period üçün yazdıq. Deməli tezlik üçün yazarsak deməli bu D yuxarı çıxacaq, bunlar da aşağı gələcək. Bu hissə üçün bu qədər. Və son bir deməli nüansı da qeyd edeyim. Hətta nüansı qeyd eləməmişdən qabaq deməli nü üçün də yazaq. Nü bərabər olacaq. Deməli nəyə? Buradan nü-nü yazım mən. Deməli nü bərabərdir 2 pi vurulsun kök altında 1 bölünsün LC və ya bu hissə üçün yazarsak deməli 2 pi vurulsun kök altında D bölünsün mü vurulsun n vurulsun L0 epsilon 0 S olacaq. Bu da deməli tezliklə bağlı olan bir ifadə. Və sonuncu başlığımız rezonans. Biz xatırlayırsınızsa, deməli, mexaniki rəqslərdə rezonansları necə işarə etmişdik? Demişdik ki, məcburi rəqslərin periodu, məxsusi rəqslərin perioduna bərabər olarsa, buna rezonans hadisəsi deyilir. Və burada da eyni şey olaraqdan, məcburi rəqslərin tezliyi, deməli, məxsusi rəqslərin tezliyinə bərabər olarsa və ya periodlar da həmçinin burada eynən yazılır. Və həmçinin burada da deyirik ki, məsəl üçün, məxsusi deməli, bucaq sürətləri deyirik ki, məxsusi deməli, dairəvi tezliyin məcburi dairəvi tezliyə bərabərliyi olaraqdan nəzərdə tutulur. Və burada mexaniki rəqslərdən keçdiyimiz bu qrafik eynən burada da deməli yazılır. I maksimum T-dən asılığı. Deməli, belə bir qrafik çəkilir və bu orta hissəyə deməli, bir hissəsi deyək, iki hissəsi deyək.
Burada omega bərabər olacaq omega 0-a, t bərabər olacaq t 0-a, nu bərabər olacaq nu 0-a. Tərif elə buradan çıxır. Və buradakı müqamətləri nəzər salarsaq, deməli i'si kiçik olanın, çünki i maksimum bərabərdir xatirəsinizdə nə idi? U bölünsün r. i'si kiçik olanın r-i daha böyük olacaq. O zaman burada r1 böyük olacaq r2-dən. Burada sizə bir nümunə kimi olsun. Aha uşaqlar, bu qədər. Deməli elektromaqnit rəqslərdən deməli nüans olaraq bunları qeyd elədik və deməli bu hissəni də bir nəzəriyyə kimi də deməli bitirdik. Mövzuzandan bu qədər. Hər birinizə uğurlar arzu edirəm. Bu mövzunun bir də ikinci hissəsi var. Elektromaqnit deməli dalğalar mövzusu. Eynən bu mövzunun ardınca onu da izah etmiş olacağam. Özünüzə yaxşı baxın. Sağ olun.